Ha, dediğim kimi bugünkü idman dövrü biraz nasıl diyeyim yani suallar gələndə də biraz belə başqa cür gəlir. Nasıl? Yəni sualların həcmi digər idman növlərinə düşən suallara nisbətən böyük olur. Handbol. Ha, bu arada elə başlanğıcda deyim ki, biz gələn dərs handbolun testini sizə atmayacağıq. Yəni həftənin ikinci günü siz bura qoşulacaqsınız. Biz bu ilk 4 dərsə aid sınaq işləyəcəyik. Yəni 2 basketbol, bir voleybol, handbola aid sınaq işləyəcəyik. Və o sınaqları mən burada izahını verəcəm artıq. Onun videoya da çəkəcəm, o izahları sizə göndərəcəm. Yəni o sınağı test kimi də necə göndərirəm, indi sizə o formada göndərəcəm. Amma handbolun testini biz ondan sonrakı gün testi atacağım sizə ki, yəni biz testsiz qalmayaq gün ərzində. Yəni dərs keçdiyimiz müddətlərdə testsiz qalmayaq. Məsələ ondan ibarətdir. Handbol. Hand, yəni əl topu mənasını verir. Daha handbol ABŞ-da yaranmayıb. Handbol 1898-ci ildə Danimarkanın Ordrup şəhərindədir. Qızlar gimnaziyasının müəllimi Holger Nilsson tərəfindən yaradılıb bu şəkildə gördüyünüz insan tərəfindən bu. Əslində bu oyunu yaradanda bu adam deyirlər ki, futbola baxıb yaradıb da. Yəni futbolun əllə oynanılan bir versiyası kimi bunu ortaya atıb 7 nəfər bir qapıçı olmaqla topu bir-birinə ötürüb rəqib komandanın qapısına vurmağa çalışıblar. Eyni zamanda da Çexoslovakiyada da buna bənzər bir oyun olub. Onu Hazena adlandırıblar. Maraqlısı da ondan ibarətdir ki, bunun futbola bənzəməyi məsələsi budur ki, 1917-19-cu illərdə handbolun bir 11-11, yəni heyəti 11 nəfər 11 nəfərə qarşı futbol kimi oynanılan bir növü də olur. Və bunu açıq havada oynayırlar. 11-11 handbolunu açıq havada oynayırlar. Daha konkret bildiyim məlumatlara görə bu elə futbol meydanında oynayırlar. Sadəcə qapının ölçülərində falan meydanın xəttlənməsində bir balaca fərqlər olur. Və bu artıq belə deyək də bu yeni qaydalar ortaya gətirildikdən sonra bir qurum yaranır. Amma adı belə olur. Beynəlxalq Həvəskar Handbol Federasiyası 1928-ci ildə yaradılır, amma bu federasiya çox çəkməyəcək, dağılacaq. Amma bu federasiya ki 28-ci ildə yaranır və bu federasiyanın səyi nəticəsində handbol ilk dəfə yalnız kişilər 1936-cı ildə Olimpiya oyunlarının proqramına daxil olur. Amma sonraki Olimpiya oyunlarından proqramdan çıxarılır. Bəyənmirlər. Və bildiyimə görə həmin o 36-cı ildə oynanılan handbol elə açıq havada olan handbol olur. Ona görə deyəsən bəyənilmir və proqramdan çıxarılır. Və təkrar olaraq yenidən kişilər 1972-ci ildən Olimpiya oyunlarına daxil olur. Qadınlar isə 1976-cı ildən etibarən Olimpiya oyunlarının proqramındadır. Və ilk son çempion yuxarıdakı kişilərdir, amma burada qadınlarda ilk çempion SSR komandası olur və həmin o SS çempion heyətin çempion heyətdə iki dənə Azərbaycanlı olur. Biri Rəfiqə Şabanova, adını eşitmiş olarsınız, bir də Lyudmila Şubina və bu adları biz Olimpiya oyunları ilə bağlı dərs keçəndə bir daha xatırlayacağıq. Və həmin bu Həvəskar Handbol Federasiyası həmçinin 1938-ci ildə, amma yalnız kişilər arasında dünya çempionatını da təşkil eləyir. Həm hazırki bildiyimiz 7-7-yə olan handbol üzrə, həm də heyəti 11-11 olan handbol üzrə. Ümumiyyətlə 11-11 handbolu məlumat xarakteri verirəm. Onu unudun geçsin. Sadəcə olaraq məlumat vermək istəyirəm ki, handbolun belə bir növü olur. Və İkinci Dünya müharibəsində ərəfəsində həmin bu federasiya dağılır. Öz fəaliyyətini dayandırır, dağılır, gedir. Və hazırda fəaliyyət göstərən federasiyası ki var ha, bu günlərim fəaliyyət göstərən Beynəlxalq Handbol Federasiyası budur, loqosu da budur. 1946-cı ildə yaradılır. Və bu 1946-cı ildə yaradılır. Çox maraqlıdır ki, bu da dəstəkləyir 11-11-i.
və maraqlı dəstəklədiyinə görə də ilk dəfə bu dünya çempionatını bərpa eləyir kişilər arasında. Amma bu dünya çempionatı 1966-ya qədər davam edir. Ondan sonra bu handbolun bu növündən üzərinə xətt çəkirlər. Yəni dəfn eləyirlər, gedir. Daha çünki bəyənmirdilər bu idman növünü. Yəni handbolun bu növünü daha doğrusu bəyənmirdi. Məsələn, o 38-ci ili keçirtmişdi köhnə federasiya. 48-dən etibarən bunlar təzə federasiya bunu keçirtdi. Qadınlarda isə cəmsi bu 11-11 handbolu üzrə dünya çempionatı cəmi 3 dəfə keçirildi. Yəni açıq havada keçirirdilər. Bunun yağışı var, küləyi var və sair və lakin bəyənmirdilər. Bunu dəfn elədilər, getdi. Biz danışırıq hazırda müasir oynanılan handbol. Heyəti 7 nəfər, 7 nəfərə qarşı olan heyətdən gedir. Ki, məhz onun da dünya çempionatı 1954-cü ildən etibarən bərpa edilib. Yəni köhnə federasiya 38-ə keçirmişdi. Və son çempionu da görürsüz. Qadınlar isə 1957-ci ildən etibarən dünya çempionatında iştirak edirlər. Ölkələri göstər Yuqoslaviyada keçirilib, Çexoslovakiya qalib gəlib. Yəni indi olmayan ölkələr. Hazırda son çempionu da görürsüz. Və amma Avropa çempionatı, baxmayaraq ki, handbol Avropada yaranıb, Avropa çempionatı 1994-cü ildə keçirildi. Səbəb də yəqin ki, olub ki, Avropada handbolun ancaq bu bəlli ölkələr var da. İsveç, Norveç, Danimarka, Hollandiya, Fransa, indi yavaş-yavaş biraz da İngiltərə adı qısaca olaraq, nə bilim, tikər. Yəni az ölkələr oynaya bilir də güclü olaraq bunu. Ona görə yəqin Avropa çempionatı gec keçirilir. Kişilərdə ilk son çempionu görürsünüz. Bu da qadınlarda ilk son çempiondur. Və keçirik handbolun Azərbaycanda yaranması. Nəsimi rayonunun deyir 5 nömrəli məktəbində vaxtı ilə işləyən bir fiziki tərbiyə müəllimi olub. Viktor Ivanoviç Sarokin adında bir fiziki tərbiyə müəllimi 1957-ci ildə Azərbaycanda ilk handbol komandasını yaradır ki, bu da Azərbaycanda handbolun yaranma tarixi kimi qəbul edilib, yoldaşlar. SSR dövründə yenə müstəqil federasiyamız olmayıb və müstəqillik əldə etdikdən sonra 1992-ci ildə yaradılıb bizim bu federasiyamız və elə həmin ildə də Beynəlxalq Handbol Federasiyasına tam hüquqlu üzv qəbul olunur. Federasiyanın prezidenti də hazırda Salih Məmmədovdur. Bu handbolun tarixi haqqında qısaca bu qədər. Keçək bizə lazım olan məsələyə, handbol meydanına. Handbol meydanı deməli yenə meydançanı məhdudlaşdıran iki dənə yan xətti və iki dənə də üz xətti, üz istəyirəm, ön xətt adlanır bunlar. Yəni buna arxa xətt demirik, buna ön xətt deyirik. Meydançanı məhdudlaşdıran xəttlər bunlardır. Amma bu ön xəttin qapının içindən keçən hissəsinə isə qapı xətti deyirlər. Və bütün xəttlərin qalınlığı 5 sm-dir, amma bu qapının içində olan qapı xəttin qalınlığı isə 8 sm olur. Onun da səbəbi qapı dirəklərinin qalınlığı ilə eyni olmağıdır. Həndəbol meydanının uzunluğu 40 metr olur. Eni isə net olaraq 20 metr olur, yoldaşlar. Meydan mərkəz və bir də meydanın dörd bir tərəfində ən azı minimum deməli boyunca eni 1 metrdən az olmamaq şərti ilə təhlükəsizlik zonası yerləşdirilir. Yəni burada belə boşluq, azad zona olmuş olur, yoldaşlar. Meydan mərkəz xəttlə iki yerə bölünür. Şəkildə görsənmir, artıq yeni qaydalarda mərkəzdə bir dairə əmələ gəlir. Dairənin də diametri 4 metrdir. Bu arada biləsiniz. Və bu gördüyünüz sahə adlanır Qapıçı meydanı. Qapıçı meydanının qapı dirəklərinə qədər olan məsafəsi 6 metr olur. Və bir dənə də belə qırıq-qırıq xətt görürsünüz burada. Qırıq-qırıq ki, buna da sərbəst atma xətti deyilir, yoldaşlar. Bu oyunda yalnız iki məsələyə lazım olur. Bu qırıq-qırıq xətt.
Bunun ilə yanaşı burada bir dənə bir xətt görürsüz. Bunun ön xəttlə olan məsafəsi 7 metrdir. Burada isə bir dənə də bir xətt görürsüz ki, bunun ön xəttlə olan məsafəsi isə 4 metrdir. Bu xəttlər nə üçündür, nəyə lazımdır, nə işə yarayır? Biz irəliləyən dəqiqədə deyəcəyik. Və handbol oyunu ümumiyyətlə məqsəd nədir? Topu qaydalar çərçivəsində rəqib komandanın qapısına vurmaqdır və rəqibin də eyni məqsədə çatmağın qarşısını almaqdan ibarətdir, yoldaşlar. Yəni handbolda elə bil ki, belə deyək də futbolun əllə oynanılan bir versiyası kimi başa düşür. Ki, burada da topu bir-birinə ötürüb aparıb rəqibin qapısına vurmağa çalışırlar. Meydanın hər iki tərəfində, yəni bildiyimiz kimi qapılar yerləşdirilir. Gəlin bu qapılara biraz böyük şəkildə baxaq. Qapıların net olaraq ölçüsü, yəni dirəyin o qalınlığı falan bura aid deyil. 2 metr hündürlüyüdür. Yəni hündürlüyü 2 metr, eni 3 metr olur, yoldaşlar. Və burada diqqət eləsəz, bax burada diqqət eləsəz ki, bu xətt nəzikdir, burada olan xətt nəzikdir, amma qapının içindən keçən xətt çöldəki xəttə nisbətən qalındır. Bayaq dedim ki, qapının içindən keçən ön xəttin hissəsi qapı xətti adlanır və o xəttdə qapı dirəklərinin qalınlığı ilə eyni ölçüdə olmalıdır. Yəni qapı dirəklərinin qalınlığı bu arada 8 santimetr olur. Ona görə də bu qapı xəttinin də ölçüsü yəni 8 santimetr olur ki, topun qapıdan tam dəqiq keçib keçməməyini müəyyən etmək üçün, yoldaşlar. Handbol toplarında bir əcaib rəqəmlər əmələ gəlir, amma bu şeyin içərisində oxunan məsələlərdir, amma bizə lazım olan bu iki dənədir top. Bu bir nömrə uşaqlar üçün nəzərdə tutulan topdur. Bu aşağıdakılar nədir? Ona bir açıqlama verim. Handbol topları, yəni biraz ölçüsü görmüş olsanız biraz böyük həcmdə olur. Yəni insanların da bəzisinin barmağı balaca olur. Topu əlində rahat saxlaya bilmir. Ona görə də o topların üzərinə bir yapışkan vaks deyə bir Türklər buna belə vaks deyir. Azərbaycanca buna nə deyək? Kleyin Azərbaycanca adı nədir bilmirəm. Yapışkandır da yəni ki. Yapışkan bir maddə sürtülür ki, topu tutanda əldən sürüşüb çıxmasın. Və o yapışkan maddədə topu qapıya vuranda, əldən çıxılanda heç bir maneçilik törətmir. Sadəcə belə o barmağı balaca olan və bütün yarışlarda da o hökmən istifadə olunur. Demək olar beynəlxalq yarışlarda. Aşağıda gördüyünüz bu ölçülər o maddə istifadə edilməyəndə topun ölçüsündə və çəkisində yəni azalma müşahidə olunur. Amma beynəlxalq yarışlarda həmişə bu kvadrat aldığım iki topdan istifadə olunur. 3 nömrəli topla oynayır kişilər, 2 nömrəli topla oynayır qadınlar. 3 nömrəli topun dairə boyu uzunluğu, çevrəsi 56, 58, 60 santimetrdir. Çəkisi 425-475 qram ağır olur. Qadınlar üçün isə topun çevrəsi, dairə boyu uzunluğu 54-56 santimetr olur, amma onun çəkisi isə kişilərdən 100 qram az olur. Yəni 325-375 qram olur, yoldaşlar. Handbolda topun qapıdan keçməsi niyə bu önəmli bir faktora gətirilib ki, burada topun tamamının qapıdan keçməsi şərtdir. Fikir verirsinizsə, burada iki dənə halda topun yumru çevrəsini görürsünüz ki, deyir ki, yəni qol deyil, amma qolun olması üçün topun tamamının, tamam hissəsinin qapıdan keçməsi lazımdır. Bunu niyə belə deyək də bir deməyə məcburuq bir önəmli məsələ kimi. Yəni deyir ki, əgər top qapıdan keçibsə və qol qeydə alınıbsa, qolun qeydə alınmasına qədər də heç bir qayda pozuntusu baş verməyibsə, o zaman qol qeydə alınır. Və bir də qapıçının ehtiyatsız hərəkəti nəticəsində topun qapıdan keçmə halı istisna olunmaqla yerdə qalan bütün vəziyyətlərdə oyunçunun öz qapısına atmış olduğu top rəqib komandanın xeyrinə sayılır. Qapıçının da o ehtiyatsız hərəkəti yəqin ki, ehtiyatsız hərəkət tam olaraq qaydalar kitabında yazmır. Yəqin ki, tutaq ki, qapıçı əlini arxaya aparır ki, topu oyuna daxilləsin. Bu zaman top əldən sürüşüb
qapıya düşərsə bu ehtiyatsız hərəkət olaraq qiymətləndirilir. Və bir də maraqlı bir məqam var. Tutaq ki, handbolda qapıçı da çıxıb oyuna qoşula bilir. Qapı boşdur. Uzaqdan rəqib topu göndərir qapıya. Top da diyirlənə-diyirlənə qapıya gedir və bu zaman oyunda iştirak etməyən hər hansı bir şəxs, ehtiyat oyunçu, məşqçi, azarkeş, nə bilim, orada texniki işçi falan kim varsa topun qapıdan keçməsini əngəlləyir. Hakimlər bu zaman qərar verirlər ki, və əmindirlər ki, o topa dəyməsəydilər, Musa top qapının tən ortasına diyirlənərək gedirdi. O top qapıdan keçəcəkdi, ona görə də o topu qol olaraq qeydə alırlar. Bu ədalətli qərar. Amma bu futbolda baş versə, futzalda baş versə, qol qeydə alınmır. O top daşıyan gəlib qapıdan vurub topu çıxarsa çölə, qoymasa qapıya girməyə, qol epizodu getdi. Məsələ budur. Amma burada bu çox qəşəng bir ədalətli qərardır. Deyir ki, yəni əgər oyunda iştirak etməyən bir kəs topun qapıya girməsinə mane olarsa, hakimlər isə topun əks halda belə qapıdan mütləq keçəcəyinə əmindirlərsə, o halda qolu saymış olur. Yəni bu çox gözəl verilmiş bir ədalətli qərar olur. Gəlirik bir handbol komandası. Bir handbol komandası maksimum bir handbol komandası normalda deyirik ki 14 nəfərdən ibarətdir. Amma bu voleyboldakı kimi xüsusi bir qeyd var ki, beynəlxalq qitə və bəzi digər beynəlxalq yarışlarda oyunçuların sayı maksimum 16-dan çox olmamaqla ola bilər. Yəni buraya da 2 nəfər oyunçu əlavə edilir. Biləsiniz. Və bu 14 normalda 14 nəfərdir bir komandanın heyəti. Bunun 7-si olur əsas oyunçu, biri qapıçı, alçı oyunçusu olmaqla və yerdə qalan oyunçular isə olur ehtiyat oyunçu. Amma 7 əsas oyunçu olsa da qaydalar deyir ki, oyunun əvvəlində komandanın tərkibi 5 oyunçudan, ən azı 5 oyunçudan ibarət olmalıdır. Yəni belə başa düşün də bunu. Bir komandanın oynamağa minimum 5 oyuncusu varsa, o oyun başlaya bilər. Baxmayaraq ki, əsas heyətin sayı 7 nəfər. Amma oyun davam edərkən komanda oyuncularının sayı 5 nəfərdən az olduğu halda belə oyun davam etdirilə bilər. Oyunun tamamilə dayandırılması qərarını yalnız hakimlər verə bilir. Bu da bilirsiniz necə olur yoldaşlar. Tutaq ki, burada da qovulma halları var da oyuncuların. Deyək ki, oyunun sonuna 2 dəqiqə qalıb. Bir komanda 4 nəfərlə qaldı, rəqib 7 nəfərləndir. Oyunun sonuna 2 dəqiqə qalıb və 4 top fərqi ilə o azlıqda olan komanda da hesabda irəlidədir. Hakimlər burada oyunu dayandırmayacaq. 3 nəfərlə qalsa belə dayandırmır. Niyə? Çünki deyir ki, oyunun sonuna 2 dəqiqə qalıb, 4 top fərqi ilə də az olan komanda irəlidədir. Deməli olar. Deməli olar. Yəni qələbə qazana bilər və bu ehtimalları var, bu şansları var. Və onlar qələbə qazana bilərlər. O zaman oyunu davam etdirirlər. Amma deyək ki, bu prosesi ikinci hissənin əvvəlindədirsə, hələ oyunun bitməyinə 20 dəqiqə varsa, hamı başa düşür ki, yəni bu oyunu azlıqda qalan o 4 nəfər 7 nəfərə qarşı davam gətirə bilməyəcək. İstəyirlər 7 top fərqi ilə qabaqda olsunlar. 7 nəfər bunu üstələyəcək. O zaman oyunu vaxtdan əvvəl dayandırıb o biri komandaya məğlubiyyət verilə bilir. Yəni oyunu tamamilə dayandırılması qərarı yendirəm. Sırf hakimlərə aid olan bir məsələdir. Gəlirik handbolda əvəz etmə. Handbolda oyunçuların əvəz etməyinin sayına heç bir məhdudiyyət yoxdur. Və hətta burada belə bir məsələ var ki, komanda istənilən vaxt istədiyi qədər oyuncu dəyişikliyindən istifadə edə bilər. İstənilən vaxt anlayışı nədir? İstənilən vaxt bu deməkdir ki, oyun gedə-gedə belə handbolda oyuncu dəyişikliyinə icazə verilir. Burada yalnız, baxın, mərkəz xəttdən görürsünüz, 4 metr yarım bu komanda üçün, 4 metr yarım da bu komanda üçün bir xətt ayrılır ki, yəni ehtiyat oyuncular burada oturub, deyək bunlar da burada oturub. Bu komanda oyuncu dəyişikliyini buradan edəcək, bu komanda da bu sahədən edəcək hökmən. Və orada bir dənə şərt var ki, meydandan çıxan oyuncu
meydandan çıxan oyuncu hökmən meydanı tamamilə tərk edəndən sonra ehtiyat oyuncu girə bilər. Əgər bu qayda pozularsa, oyuncu e, meydanı tərk etmədən ehtiyat oyuncu meydana girərsə, hakimlər həmin oyuncuya xəbərdarlıq edəcəklər. Xəbərdarlıq da həmişə sarı vərəqə göstərməklə edilir. Yəni burada bir qayda var ki, yəni oyuncu, əsas oyuncu, meydanda olan oyuncu tamamilə xəttdən hər iki ayağı çölə çıxmalıdır ki, ehtiyat oyuncu meydana girə bilsin. Və bu o anlama gəlir ki, deməli handbolda bir komanda əvəz etmək istəyirsə, bunun üçün hakimdən heç bir halda icazə almayacaq, icazə istəməyəcək. Niyə? Çünki qayda dedi ki, handbolda bir komanda e, yəni istənilən vaxt istədiyi qədər oyuncu dəyişikliyi həyata keçirə bilər yoldaşlar. Gəlirik bir handbol oyununun vaxtına. Burada bir balaca digər idman növləri ilə müqayisədə biraz əcaib vəziyyətlər var. Amma yenə də indi deməyə çalışırıq. Yəni oyunun əsas vaxtı hər biri 30 dəqiqədən ibarət iki hissə üzərindən oynanır. Hissələr arasında vaxt normalda 10 dəqiqədir. Amma yazır ki, qeyd yerinə. Beynəlxalq yarışlarda hissələr arası vaxt maksimum 15 dəqiqə ola bilər. Amma inandırıram sizə ki, bütün beynəlxalq yarışlarda 15 dəqiqə eləyirlər. Da bir dəfəlik onu götür, qoy ora, ya da ki 10-15 qoy. Yəni bunlar belə yazmırlar da qaydaları. Handbolda yəni təmiz vaxt anlayışı yox. Bunu biləsiniz. Basketbol kimi o anlayış yox. Handbol oyunu heç-heçə başa çata bilər. Amma o oyundakı qalib mütləq müəyyən edilməlidir. Oyunun əsas vaxtı, oyunun əsas vaxtı bərabər hesabla bitərsə, o zaman 5 dəqiqədən sonra 5 dəqiqəlik fasilədən sonra birinci əlavə hissə artırılacaq. Birinci əlavə hissə özü 5 dəqiqəlik iki hissədən ibarətdir. Hissələr arasında da vaxt 1 dəqiqə olur. Əgər burada qalib müəyyən edildi, haqsırda oyun başa çatdı. Yox, qalib müəyyən edilməzsə, ikinci əlavə hissə ortaya gətirilir. Yəni 5 dəqiqəlik yenə fasilədən sonra ikinci əlavə hissə anlayışı ortaya çıxır. Yox, burada qalib müəyyən edildi, oyun başa çatır. Yox, qalib müəyyən edilməzsə, oyun 7 metrlik, yəni qalib 7 metrlik zərbələrlə müəyyən edilir. Yəni bu futbolda oyunun sonundakı 11 metrlik zərbələrlə qalib müəyyən edirlər. Onunla eyni anlamdadır, eyni məntiqdədir. İndi sizə bir dənə haşiyə çıxıb bir söz deyəcəm. Deməli, bir il məndə Azərbaycan handbol yəni qadınlardan ibarət Azərbaycanın handbol milli komandası 3 dənə qadın oyunçusu məndə hazırlığa gəldi mənim yanıma. Və istər-istəməz indi mən handboldan danışıram. Bunlar da millinin oyunçularıdır. Adam biraz içində bir şey narahatçılıq hiss edir. Ki, indi mən burada nəyisə səhv desəm, bəs belə. Bunlar qulaq asandan sonra buna dedilər, müəllim, etirazımız yoxdur sizə, amma biz handbolçu olaraq həyatımızda belə bir şey görməmişik. Özləri dedi. Biz də Azərbaycan çempionatında, məsələn Azərbaycan kubok oyunlarındakı play-offa çıxdı. Yəni qalib mütləq müəyyən edilmə. Heç olsa birbaşa 7 metrliyə görüm. Mən də açdım qaydalar kitabından göstərdim ki, valla bunu da mən də özümdən Amerika kəşf edə bilmirəm. Qaydalar kitabını yazırsa onu deyir. Yəni çox maraqlıdır ki, yəni bir oyun olaydı, lenti olaydı, oturub baxaydıq ki, yox, həqiqətən bu tətbiq, amma qaydalar kitabı bunu yazır. Ya mən sizə Azərbaycan dilində yoxdur son qaydalar kitabı, türk dilində var. Orada yəni screen edib ataram, yəni görəcəksiniz bunlar bunu deyirlər. Nəysə, oyun deyək ki, axıra qədər heç heçə başa çatdı, qalib 7 metrli zərbələrlə müəyyən edilməlidirsə, yəni bu futbolda oldan anlama gəlir. Amma futbolla biraz fərqliliyi var bunun. Burada nə məsələsi var? Burada belədir ki, artıq hökmən yenə də futbol kimidir. Amma yəni ilkin olaraq hər komanda 5 zərbə icra eləyəcək. Amma bu 5 zərbəni icra eləyəcək
oyuncuların soyadları mütləq hakimə təqdim ediləcək. Yəni hər komanda 5 növbəli şəkildə 5 zərbəni icra edəcəklər. Və burada indi kimsə birini vura bilmədisə, yəni o biri üstünlük əldə etsə qalib gəlir. Yox, deyək ki, ilk 5 zərbədən sonra yenə hesab bərabərdirsə, yenidən zərbə vurulacaq, beşlik müəyyən ediləcək. Yəni bu futbolda birinci beşlikdən sonra keçir bir-bir komandalar məsələsinə, amma burada belə deyil. Birinci beşlik hər komanda 5 zərbə icra etdisə, qalib müəyyən edilmədisə, ikinci beşlik müəyyən ediləcək və hətta deyir ki, ikinci beşlik müəyyən ediləndə birinci beşlikdə zərbə vuran oyunçulardan yenə də burada iştirak edə bilərlər və yaxud da komanda tamamını da verə bilər. Bu məsələ var ortada. Yerdə qalan nə məsələlər ki var, bunu mən sizə göndərəcəm. Orada hani bunu da biraz özünüz oxuyarsınız. Handbolda qalibə 2 xal verilir. HCC-yə görə hər komanda 1 xal qazanır və məğlubiyyətə görə aydın məsələdir ki, burada handbolda komandalara xal verilmir. Gəlirik time-out. İndi time-out'a da baxın. Normal vəziyyətdə deyir ki, bir komanda bir oyun ərzində hər bir hissədə bir dənə olmaqla time-out götürür. Yəni hər hissəyə komandalara bir time-out haqqı verilir. Əgər oyunda bu əlavə hissələr olacaqsa, əlavə hissələrdə heç bir time-out verilmir. Amma indi baxın yenə də amma qeyd bölməsi gəlir aşağıdan ki, beynəlxalq yarışlarda bir komanda üçün əsas hissələrdə 3 time-outdan istifadə edilə bilər. Və yəqin ki də beynəlxalq yarışlar olduğuna görə bu Avropa, dünya və olimpiyadası yəqin ki hər komanda 3 time-out verir. Amma orada bir şərt qoyur ki, bir komanda bir hissə ərzində maksimum 2 time-out götürə bilər. Yəni o 3 time-out verilibsə ümumi, onun sən üçünü də bir hissədə götürə bilməzsən. Bir hissədə maksimum ikisini götürə bilərsən və burada yazmamışam yadımdan çıxıb götürülən time-outların müddəti də 60 saniyədir və yaxud da 1 dəqiqə yoldaşlar. Gəlirik handbolda topla oyuna icazə verilən məsələlər və icazə verilməyən məsələlər. Handbolda yəni açıq ovucdan, bağlı ovucdan, yumruqdan, əldən, başdan, gövdədən, ombadan, dizlərdən, dizlər deyəndə dizin yuxarı hissəsini nəzərdə tutur. İstifadə edərək topu tullamaq üçün, tutmaq üçün, dayandırmaq üçün, itələmək üçün, vurmaq üçün istifadəyə icazə var. Sonra top yerdə belə yerləşərkən, yəni top sənin yaxınlığındadır, deməli topun kontrolu sənə aiddir sayılır. Və top yerdə belə yerləşərkən 3 saniyədən artıq özündə saxlanılmamalıdır. Ya, yenə deyirəm, burada da topun çilənməyi var. Ya o topu çiləməlisən, çiləyərək davam etməlisən. Yəni əldə tutub saxladınsa 3 saniyə artıq saxlayamazsan. Topu çiləməlisən, ya ötürməlisən, ya qapıya vurmalısan və s. Ya çıxarmalısan özündən 3 saniyə. Sonra əlində topla maksimum 3 addım atmaq. Yəni handbolda top sənin əlindədirsə və 3 addımdan artıq ata bilməzsən. Artıq topla hərəkət etməyin yeganə yolu basketboldakı kimi topu çiləyərək getməkdir. Burada artıq fərqi yoxdur. Demirsən 2 əllə tutmusan, tutmamısan. Bir əldə tutub belə topu 3 addım atmağa icazə verilir, amma artığına icazə verilmir. Artıq olsa bu qayda pozuntusudur. Topla yerində və hərəkətdə oynamağa icazən var. Topu bir əldən digər ələ ötürməyə icazən var. Hətta deyək ki, böyrümdəki topu mən atdım, mən o topu tutdum, qoydum bu əlimə, ötürdüm o bir oyunçuya, problem yoxdur. Və qalır topla dizlər üstündə duraraq, oturaraq və ya yerdə uzanaraq oynamaq. Bunun icazə tərəfi necədir? Və istəyir dizlər üzərində, yəni oyun epizodda diz üstə düşmüsən yerə, top səndədir və ya oturmuş vəziyyətdə yerdəsən və ya uzanmış vəziyyətdə yerdəsən. Bu zaman topla oyuna icazə verilir hər üç halda. Bir şərtlə ki,
Sənin ən azı bir ayağının müəyyən hissəsi döşəmə ilə təması olacaq. Daha belə bir situasiya deyim də. Yerə yıxılıb uzanmısan, ayaqlarınla qalxıb belə göyə, top da əlindədir. O vəziyyətdə ötürmə versən qayda pozuntusudur. Yəni icazə verilmir. Deyir ki, yəni budur ki, oyunçunun bir ayaq və deyir ki, bu halda oyunçunun bir ayaq pəncəsinin bir hissəsi də, yəni ən azı oyun səthi ilə həmişə təmasda olmalıdır. Təmasda deyilsə bu qayda pozuntusudur. Və nəyə icazə verilmir? Bu inandırıram sizi ki, baxın bu rus dilindən tərcümə eləyiblər bu birinci abzası. A tövbə mən bundan nəsə başa düşmüşəm indiyə qədər. Ona görə də mən heç buraxıram onu sizin sərəncamınızı onu başa düşə bilərsiniz. Amma mən qadağalarda nə var onu deməyə çalışacağam. Yəni top deyir oyunçunun ayağına rəqib tərəfindən atıldığı hal istisna olunmaqla oyunçunun topa pəncə və ya bax səhv yazır, dizlə toxunması yox, dizdən aşağı hissəsi ilə. Pəncə və dizdən aşağı hissənin adı baldırdır. Yəni, tərcümə eləyiblər Azərbaycanca 2016, amma çox pis tərcümə eləyiblər də. Yəni çünki o üzrə deyirdi axı dizlərdən istifadə edərək topu tutmaq olar. Amma burada təzədən deyir ki, dizlə toxunması qadağandır. Axı bu biraz da uyğun gəlmir. Yəni dizdən aşağı hissəsi ilə topa toxunmaq qadağandır. Və oyun meydançasında olan top hakimə dəyərsə, o halda oyun davam etdirilir. Bax, oyun meydançasında olan top deyirəm. Yəni deməli hakim də meydandadır, meydanın içindədir. Sonra bir də həndbolda biraz belə bir məsələlər var. Həndbolda top yox. Ayağın məhdudiyyət xəttinə bəzən toxunmağında topun oyundan çıxmış kimi qəbul edilir. Və hətta deyir ki, əgər bir oyunçu oyunçunu aldatmaq məqsədi ilə amma top meydanda qalır, meydandan çıxıb manevr eləyib qayıdır qabağa topu götürmək üçün bu zaman o halda deyir, yəni fikir versiniz, müdafiə olunan komanda üçün sərbəst zərbə təyin edilir. Ona out yox, promo qayda pozuntusu olaraq qəbul edirlər o epizodu. Out başqa şeydir. Yəni top yan xəttdən çıxdı. O söhbətdə promo iş bunu belə deyim də, bu şey olaraq, foul olaraq. Yəni foul da yox, yəni qayda pozuntusu hesab edilir. Top yan xəttdən yox da. Orada indi müəyyən harda hadisə baş vermişsə, həmin yerdə sərbəst zərbə ilə top oyuna daxil edirlər. Bu arada handbolda ancaq bütün qayda pozuntularında topun oyuna daxil edilməsinin bir dənə adı var. Sərbəst zərbə. Bütün hallar. İstəyir fiziki təmaslı qayda pozuntusu da olsa adı sərbəst zərbədir. 3 addımdan artıq atsan da orada sərbəst zərbədir. Yəni handbolda bir dəfəlik bura yazın. Cərimə zərbəsi deyə bir anlayış yoxdur. Və gəlirik qapıçıya. Qapıçını istəyirəm ki, mən meydan üzərindən sizə danışım. Ki qalan yazıları sizə göndərəndə oxuyacaqsınız. Qapıçı, qapıçı da əllə oynayır bu arada deyim. Oyunçular da əllə oynayır. Amma qapıçının bəzi məsələlər var ki, onu oyunçular edə bilmir. Onu ancaq qapıçı edir. Deyənə artıq komanda məcburdur ki, bir nəfər qapıçı ampulasını oynatmalıdır. Qapıçıların da bilirsiniz ki, həmişə komanda formasının rəngi komanda oyunçularının formasının rəngindən fərqli olmalıdır. Ki, bu birinci ki, bu qapıçıdır. Bu arada bir şey deyim ki, bu bir meydanı danışanda ki dedik ki, bu qapıçı meydançası adlanır. Bu qapıçı meydançasına qapıçıdan başqa heç bir Allahın qulu girə bilməz. İcazəsi yoxdur. Girə bilər, amma orada topla oynaya bilməz. Topla oynadığı halda qayda pozuntusudur. Və qapıçının digər oyunçulardan bir fərqi qapını müdafiə edərək bədəninin istənilən üzvü ilə topa oynaya bilir. Yəni dizdən aşağı hissəsi ilə, pəncəsi ilə də qapıya gedən topu qaytarmağa qapıçının icazəsi var. Amma qapıya gedən topu qaytarmağa icazəsi var. Və əgər qapıçı meydançasında topla yerləşirsə,
oyuncuya bir aid olan qaydalar var de 3 saniyə, 3 addım. Onun qapıçıya aidiyyəti yoxdur. Yəni qapıçı meydançasında toplan 3 addımdan artıq addım ata bilər. 3 saniyədən də artıq topu özündə saxlaya bilir. Amma qayda deyir ki, oyunu istənilən halda gecikdirməsinə icazə verilmir. Yəni o oyunu gecikdirməyə meyl göstərəndə artıq hakimlər xəbərdarlıq eləyir ona ki, top oyuna başlayır. Əlbəttə başlamasa qayda pozuntusu təyin edib sərbəst zərbə verəcək. Və əgər qapıçı meydançasında yerləşirsə, deyək ki, qapıçı irəlidədir burada. Top isə oyun meydanındadır. Qapıçı o topa nə toxuna bilər, nə o topa əlini, yəni yerdən götürə bilər. Qayda pozuntusu olur. Və qapıçı istənilən vaxt, yəni qapıçı meydançasından çıxaraq komanda ilə birlikdə hücuma qoşula bilir. Amma qapıçı meydançasından çölə çıxdısa, artıq oyunçulara tətbiq edilən bütün qaydalar qapıçıya da aiddir. Baxın, bayaq dedim axı ki, qapıçı meydançasında o 3 saniyə ona aid deyil, 3 addım artıq deyil. Amma o çıxdı oyun oynamağa. Artıq 3 addım da ona aiddir, 3 saniyə də ona aiddir. Çünki oyunçu funksiyasındadır indi. Və qapıçı meydançasını necə tərk eləyə bilər? Əlində topla qapıçı meydançasından tərk eləyə bilməz. Mütləq topsuz şəkildə çıxmalıdır. Və eyni zamanda da yenidən geriyə yəni o qapıçı meydançasına qayıtmaq istəyirsə, yenidən topsuz şəkildə qapıçı meydançasına qayıtmalıdır. Bu bunun qaydasıdır. Və bayaq dedim ki, o slaydda var, indi görəcəksiniz, qapıçıya icazə verilir, icazə verilmir. Onları oxuyarsınız, mən sizə göndərəcəm. Amma mən istəyirəm özüm izahla verim. Belə daha mənə elə gəlir ki, belə daha siz başa düşürsünüz məsələləri. Və bayaq dedik ki, qapıçı qapını müdafiə etmək üçün bədəninin istənilən üzvü ilə oynaya bilir. Yəni deyək ki, ayaqla, pəncə ilə topa toxuna bilir. Amma o top dirəyə deyib oyun meydanına istiqamətlənirsə və o bilir ki, rəqib bu topu götürə bilər və gəlsin bu topu qapçı zərbəsi ilə sanki futbolda pəncə ilə də topu vururlar, necə? O formada vurub uzaqlaşdırarsa bu qayda pozuntusudur. Bu qayda pozuntusudur. E, və bir də say verin. Bir də gələrək indi bir şey var ki, o irəlidə deyəcəm, oyunçulara. Və mən bayaq deyirəm ki, qapıçı meydançasına qapıçıdan başqa bir Allahın qulu girə bilməz. Yəni, müdafiə olunan komandanın oyunçuları da qapıçı meydançasına girə bilməz. Hücum eləyən komandanın oyunçuları da qapıçı meydançasına girə bilməz. Həndbola baxmısınızsa və ya İdman Akademiyasını oxuyanlar az çox orada həndbol oynayıblar və bilirlər ki, sən gəlib topu qapıya vuranda bu qapıçı meydanının xəttini tapdalamamaq şərti ilə tullanıb həmişə topu qapıya vurarlar. Top əldən çıxandan sonra ora düşməkdə heç bir qayda pozuntusu yoxdur. O top qapıya daxil olsa da, olmasa da. O xətt taftalana bilməz. O xətti hücumçu taftalayarsa, qol vurarsa, o qol qeydə alınmayacaq. Oyun qapıçı zərbəsi ilə daxil ediləcək oyuna. Niyə? Çünki pozuntu qapıçı meydançasında baş verir. Və oyunçu da, bayaq qapıçıya dediyim bir söz var idi. Oyunçu burada yerləşir. Top da qapıçı meydançasındadır. Oyunçu əlinə atıb o topa nə toxuna bilər, nə də o topu tutub götürə bilər. Hər iki halda bu qayda pozuntusu hesab olunur. Qərar qapıçı zərbəsi yenə təyin edilir. Ona görə də, məsələn, deyək ki, oyun epizodunda bir oyuncu topu tullanaraq vurdu, top dirəyə dəyib, geriyə diyirlənirsə, rəqib də buradadırsa, o hökmən gözləməlidir ki, o top gəlsin qapıçı meydanının xəttindən çölə çıxsın, sonra o topu götürüb təkrarən topu qapıya vura bilər. Və yaxud
epizod ola bilər ki, oyunçu bu topu vurdu. Top dirəyə dəyib, hop havadadır. Havada. Hə, havadadırsa, başqa bir oyuncu tullanıb havada o topu elə yumruq zərbəsi ilə vurub qapıya sala bilər, əllə vurub qapıya sala bilər və yaxud da çox hündürə tullanıb topu havada tutub yenidən qapıya vurar. Burada heç bir problemi yoxdur, yoldaşlar. Mən bu bütün danışdıqlarımı istədim ki, meydanın üzərində sizə izah eləyim. Bax, hamısı nə danışmışdımsa hamısı buradadır. Və bir dənə demədiyim bir şey var ki, nəzarətindən çıxan topun ardınca qapıcı meydançasını tərk etmək və oyun zonasında oynamağı davam etdirmək. Bu nə deməkdir? Deyir ki, topun elə bir qapıcının əlindən çıxdı, düşdü, diriləndi, çıxdı çölə. Artıq və onun dalıcan o topa çıxıb gəlib burada topu oynaya bilər. Niyə? Çünki o bir şərt var idi, o şərt pozulmadı. Yəni qapıcı meydançasını topsuz tərk eləmiş oldu. Baxmayaraq ki, topu onun özünə rəqib vurdu, top onun özünə dəydi, çıxdı ona görə. Məsələ bundan ibarət. Və sonra gəlirik, qapıçıya icazə verilmir. Qapıçıya icazə verilmir, bayaq dediyim məsələlər. Birincisi, qapını müdafiə edərək rəqibi təhlükəyə məruz qoymaq. Çünki rəqib tullanır, qapıçı da hökm deyil ki, gəlsin burada dayansın. Bu qapıçı meydançasının istənilən yerində dayana bilər də. Rəqib də tullananda bu irəlidədirsə, o məsələyə deyir ki, orada toqquşma bir anı yaşaya bilər. Ona görə deyir ki, rəqibi təhlükəyə məruz qoya bilməz. Təhlükəyə məruz qoysa bu qayda pozuntusudur. Onun cəzası başqa bir şey olacaq. Niyə 100%lik qol vurmadan məhrumiyyət məsələsi var. Və sonra bu yaq dediklərimdir. Qapıçı meydançasına yerləşərək oyun zonasındakı topa, nə bilim, nə. Və orada bir məsələ deyir, 7 metrli ilə bağlı. Zaten o 7 metrli ilə bağlı zərbədə deyəcəm. Və burada deyib biraz fikrinizi yayındım. Gəlirik handbolda passiv oyun. Deməli, yoldaşlar, handbolda bir komandanın hücumu üçün heç bir vaxt ayrılmayıb. Yəni belə bir basketboldakı kimi bir vaxt ayrılmayıb. Amma bir komanda adətən bunu kim edər? Hesabda bir 7-8 top, 10 top qabağa çıxan bir komanda hücum etmək əvəzinə, yəni niyyətləri hücum etmək deyil də, yavaş-yavaş durub yerinə bu ona ötürür, o onu ötürür, o qaytarır bunu ötürür, bu onu ötürür, o bunu ötürür. Yəni niyyətləri oyunun vaxtını almaq olanda hakim fit salıb əlini belə qaldırır. Buna deyirlər passiv oyun xəbərdarlığı. Oyun dayanmır ha. Oyunçular onu da özləri də hiss eləyirlər və yaxud da top kimdəsə olanda hakimin işarəsi ilə bilir ki, passiv oyun xəbərdarlığı verildi artıq. Və bu zaman artıq həmin passiv oyun xəbərdarlığı olan komanda 4 ötürmədən sonra qapıya zərbə yerinə yetirməyibsə, o halda hakimlər oyunu saxlayır, müdafiə olunan komanda üçün sərbəst zərbə təyin edirlər. Vəssalam. Və bu da handbol oyunlarında, müasir handbol oyunlarında da baş verir. Bəzən komanda biraz cəhd eləyir, güya hücum eləyəcək, qapıya zərbə vurmur, geriyə biraz, bir iki addım geriyə qayıdırlar. Oyunun sonunu da 2 dəqiqə qalıb vaxt tutmaq istəyirlər. Hakimlər də uşaq deyil axı. Bilir axı. Sən girdin, vurmadın, zərbə vurmursan. Qayıdıb çıxan kimi təzədən xəbərdarlıq verir ki, oyunun sonuna az qalıb da, yəni. O biri komanda haqqına girmir ki, yəni sən bir hücuma dəqiqə yarım itirirsən. Yəni onlar, yəni bunun hakimlər çox gözəl nəzarət edirlər. Qayda pozuntuları. Məsələn, bəzi şeylər var ki, məsələn, ona icazə verilir. Məsələn, indi bəzən yenə demək, tərcüməni də elə pis şəkildə edirlər ki, burada deyir ki, açıq əlindən topu bir oyunçunun əlindən almaq üçün istifadə etmək. Ha, bir yer orada deyildi ki, açıq əldən istifadə edilir. Düzdür, orada topu almaq niyyəti deyildi. Topu tutmaq, tullamaq, deyirləndirmək, itələmək. Amma burada deyir ki, topu digər bir oyunçunun əlindən almaq üçün istifadə etmək qadağandır. Dirsəkdən bükülmüş əldən rəqibin özünə, onun hərəkətinə nəzarət etmək məqsədi ilə rəqiblə əlaqəyə girmək. Yəni söhbət o dirsəyi rəqibə açmaqdan gedir. Sonra mövqe uğrunda mübarizə gedişində rəqibi blokirovka etmək. Yəni icazə verilir bunlara ha.
etmək, özü üçün belə deyək, özü üçün öz gövdəsindən istifadə etmək. Bunlara icazə verilir. İcazə verilmir nə? Rəqibin əlindən topu almaq və ya vurub salmaq. Çünki vurmağa rəqibin əlindən icazə yoxdur. Topu vurmağa sənə icazə vermişdi orada. Amma burada deyir ki, rəqibin əlindən vurub salmaq. Çünki əgər sən rəqibin əlindən topu vurub salmaqda rəqibə xəsarət yetirmə ehtimalın var. Rəqibi ovucularla, əllərlə, ayaqlarla blokировka etmək, eləcə də bədəninin hər hansı bir hissəsindən yer dəyişmə və ya rəqibi itələmək üçün istifadə etmək. Bura dirsəyin həm hərəkətsiz vəziyyətdə, həm də dinamikada olan təhlükəli hərəkətləri daxildir. Yəni nəsə bir şey edirsənsə. Sonra rəqibi ləngitmək, gövdədən və ya formadan yapışmaq, hətta oyunu sərbəst davam etdirə bilmədiyi halda da olmaz. Sonra rəqibə çarpmaq və ya üzərinə tullanmaq bu kimi hallar icazə verilmir, qayda pozuntusu olaraq qeydə alınır. Və gəldik handbolda oyunun əvvəlinə. İlkin zərbə. Handbolda oyunun əvvəlində yenə də püşk atma keçirilir. Püşk atma niyə keçirilir? Kimin meydanın hansı tərəfində olacağını müəyyən etmək üçün və kimin ilkin olaraq, yəni handbolda ilkin zərbə adlandırılır. Bu ilkin yəni ilkin zərbəni kimin edəcəyini müəyyən etmək üçündür. Və e, oyun, yəni hissələrin əvvəli ilkin zərbə ilə başlayacaq. Müşqdə birinci hissənin əvvəlindəki ilkin zərbəni A başlayıbsa, ikinci hissədə avtomatik aydındır ki, B başlayacaq. Əlavə hissələr olacaqsa, yenidən püşk atma keçirəcək. Bax, deyir ki, oyunun hər bir əlavə vaxtının əvvəlində hakimlər püşk atma keçirir. Və hər dəfə qapısından top buraxan komanda oyunu ilkin zərbə ilə davam etdirəcək. İndi burada bir dənə məqam var, bir dənə ona diqqət edək. O hissənin əvvəlində, oyunun başlanğıcında, yəni hissələrin əvvəlində olan ilkin zərbə zamanı hər bir komandanın öz yarım meydanında olmağı məcburidir. Amma bir komanda ki qapısından top buraxdı, həmin komanda ki ilkin zərbə ilə topu oyuna daxil etdikdə daha kimin meydanın hansı yarım meydanında olduğuna yəni olduğunun heç bir əhəmiyyəti olmur. Məsələn, hazırda şəkildə qoldan sonra ilkin zərbə icra edilir. Niyə? Çünki qara rənglilər topu oyuna daxil eləyir. Artıq qara rənglilərin bir oyunçusu baxın təzəcə başlayıb. Bax, bir saniyədir. Yoxdur da oyun başlayıb. Hələ top havadadır, böyründəkini ötürür. Və artıq komandanın görün neçə oyunçusu rəqib tərəfdədir. Yəni, yalnız hissənin əvvəlindəki ilkin zərbə zamanı hər bir komanda öz yarım meydanında olmalıdır. Amma qapısından qol buraxan komanda ilkin zərbə başlayırsa, o zaman artıq yəni belə deyək də, kimin meydanın hansı yarım tərəfində olduğunun bir əhəmiyyəti qalmır. Handbola baxansınızsa görürsünüz ki, handbolda qol vuranda heç vaxt qucaqlaşıb qola sevinmirlər. Niyə? Çünki handbolda bir komanda qol vuran kimi qapıçı tez qapıdan topu çıxarıb göndərir. Həmin vaxtda bir oyunçu qaçır mərkəz nöqtəyə. Əgər əgər yəni qapısından top buraxan komandanın oyunçusu əlində topla mərkəz nöqtədə dayanan kimi hakim fit verir oyuna başlamağa. Daha orada heç kim gözlənilmir. Kim meydanın ha tərəfindədir, qaldı. Ona görə də qol vuran komanda durub ses sürətinə qayıdır geriyə müdafiə olunmağa ki, bilir ki, o rəqib sırazı topu oyuna başlamağa çalışacaq. Və ilkin zərbə həmişə hakimin fiti ilə oyuna daxil ediləcək. Və 3 saniyə ərzində icra edilməlidir. İcra edilməsə qayda pozuntusudur. Əks tərəfə sərbəst zərbə təyin edilir. Və ilkin zərbə, baxın, burada bir söz yazır ki, meydançanın mərkəz xətti boyunca hər tərəfə 1,5 metr məsafə olmaq şərti ilə ötürməyə icazə verilir. Yəni başlanğıc. Fikir verirsiniz indi,
Şəkilə diqqətlə baxın. Orada dediği sözü də eynən oyuncular icra edir. Görsən bir nəfər mərkəz nöqtədə dayanan kimi bir də onun böyründə dayanır. Razı ki o topu ona başlasın. Yəni topun irəliyə və ya geriyə başlanmasına burada icazə yoxdur. Yəni icazə konkret olaraq maddə də görürsüz dedi ki 1,5 metr mərkəz xətti boyunca baş məsafəyə icazə verilir. Deməli yerdə qalan tərəfə icazə verilmir. Və istənilən halda yəni rəqibin komandanın oyunçuları ilkin zərbəni yerinə yetirən oyunçudan ən azı 3 metr məsafədə kənarda dayanmalıdırlar. Ümumiyyətlə bir şeyi bilin ki, handbolda həmişə 3 rəqəmi var. Bəzi şeylər var ki, məsələn ilkin zərbədə 3 saniyə gördünüz. Digərlərində də hər şey 3 saniyə başlayır. Və hər bir şeydə də rəqiblə top arasında 3 metr minimum, 3 metr məsafə saxlanılır. Handbolda hər şeydə bu keçərlidir, biləsiniz. Bəzi şeylər ki var, hadi hər şeydir deyəndə, yəni bütün qayda pozuntularında hakim fit verdirsə 3 saniyə başlamalısan. Və həmin o sərbəst zərbələrdə dedim ki, cərimə zərbəsi handbolda olmur. Bir dənə ad var, o da sərbəst zərbədir. Rəqib də həmişə sərbəst zərbələr zamanı topdan minimum 3 addım, 3 metr aralıda dayanmalıdırlar. Gəlirik qapıçı zərbəsi. Qapıçı zərbəsi bayaq sizə dedim, iki halda ki, məsələn, nə dedim? Dedim ki, əgər bu xəttə hücumçu tapdalayırsa qapıçı zərbəsi təyin edilir və yaxud oyunçu qapıçı meydançasında olan topa toxunarsa qapıçı zərbəsi təyin edilir. Bunu ilə yanaşı, əgər hazırda göylər, belə deyək də, top göylərdədir, bu üzdən göstərim də, qırmızılar müdafiə olmalıdır. Əgər məsələn, göylər topu qapıya vurur, göylər topu qapıya vurur, göylər topu qapıya vurur, top qapıçıya dəyib ön xəttdən çıxır. Yəni top qapıçıya dəyib ön xəttdən çıxır. Bu zaman da qapıçı zərbəsi təyin edilir. Yəni futbolda bu başqa şey olur, futsalda başqa şey olur. Amma handbolda isə top müdafiə olunan qapıçıya dəyib. Bu ön xətt deyirdi ya, ön xəttdən çıxırsa o zaman yenidən qapıçı zərbəsi təyin edilir. Amma oyuncuya dəyib çıxanda başqa şey olur, onu danışacağıq. Amma biləsiniz ki, bu belədir və bu arada e, çox çox baxıram, çox az adam qoşulub. Mən yəni bu ayın sonu bilinəcək. Topda kimlərisə çıxardıb atacağam bayrağa. Nəysə. E, və qapıçı zərbəsi qapıçı meydançasında bayaq nə dedik? Dedik ancaq qapıçı meydançasında qapıçı həmişə olur. Qapıçı zərbəsi qapıçı meydançasının yəni istənilən yerindən uzaq başı da ən yaxşı halda gəlib bu qapı xətt var ya orada xəttdən yerinə yetirilə bilər. Və qapıçı meydançasında yalnız qapıçı olduğuna görə də deməli qapıçı zərbəsi hər zaman qapıçı tərəfindən icra edilir. Hətta deyir, əgər qapıçı zərbəsini yerinə yetirəcək komanda həmin an qapıçısız oynayırsa, bəzən komandalar olur hesabda geridə olan. Qapıçını çıxardıb 7-ci oyunçunu buraxır içəri. Hücum eləyirlər onlar ona görə. Çünki qapıçı amplasındadır da. Qapıçının o oyunçu kimi yəni kəsərli bir şey yoxdur da. Ona görə bəzən belə bir şey olur. Əgər indi bir şey baş verib, qol olmadı da. Yəni qapısız oynasaq da rəqib qol vura bilmədi bizə. Və bu anda mütləq sahə oyunçularından biri çıxmalıdır. Qapısı qayıdıb girib oyuna o topu icra etməlidir qapısı zərbəsini. Qapısız oynasalar da belə. Və qapıçı zərbəsindən birbaşa rəqibə vurulan qol olaraq qeydə alınır. Amma bunun oyunda baş vermə ehtimalı %1% ola bilər. Çünki 40 metrədə hündürlüyü 2-yə 3 metr olan qapıda gərək heç kim olmasın ki, sən boş qapıya topu vurasan. Yəni orada pürüzdə nəzərə alsan, yəni bu baş vermək, amma qapıçı zərbəsindən birbaşa qapıya vurulan top qoldur və bütün sərbəst zərbələrdən də
qapıya vurulan qol olaraq qeydə alınır. Yan xəttdən zərbə. Aydın məsələdir ki, hər yerdə yan xəttdən zərbə, top yan xəttdən çıxdı. Topun yan xəttdən çıxdığı yerdən rəqib komanda tərəfindən top oyuna daxil edilir. Aydın məsələdir bu. Hər bütün idman növlərində belədir. Plus top tavana dəyərsə də out qərarı verilir. Top tavana dəyərsə də out qərarı verilir. Yenə də o topun o tavana dəyən hissəsinə yaxın toçkadan top oyuna daxil edilir. Və yan xəttdən zərbə hakimin fiti çalmadan da top oyun meydançasına daha, yəni hakimin fiti zərurət yoxdursa, hakimin fit çalmağına ehtiyac yoxdur. Top oyundan çıxdı, oyunçu gedib topu götürür. Bəzən yeri düz durmasa hakim deyə bilər ki, yəni burada yox, 1 metr arxaya çəkil və s. və axır. Amma yenə də zərurət yoxdursa, hakimin fitinə ehtiyac yoxdur, top oyuna daxil edilir. Və maraqlı bir məqam nədir yan xəttdə? Handbolda künc zərbəsi deyə anlayış yoxdur. Handbolda künc zərbəsi yoxdur. Amma Axşamınız xeyir olsun. Bağışla biraz axşamınız xeyir olsun. yoxa xeyli gecikdim. Ne var biraz işim oldu. Gelip çatamadım. Tamam, tamam, tamam müəllim, tamam. Deməli, Başınız. handbolda küncdən zərbə deyə bir anlayış yoxdur. Belə bir zərbə növü yoxdur. Amma bəzən məcburiyyət olaraq topu burdan oyuna daxil etdirir hakimlər. Bu küncdən zərbəyə kimi görsənir. Amma bunun adı küncdən zərbə deyil. Bunun adı yan xəttdən zərbədir. Niyə bəs oradan daxil edilir? Əgər top qırmızılar hazırda müdafiə olunur da, ya göylər hücum edir. Əgər top müdafiə olunan komandanın oyunçusuna dəyib ön xəttdən çölə çıxarsa və qol olmazsa, yəni ön xəttdən çölə çıxarsa, bu zaman yan xəttdən zərbə təyin edilir. Bu futbolda başqa şey olur. Futsalda başqa şey olur. Amma burada yan xəttdən zərbə təyin edilir. Amma o top ön xəttdən çıxdığına görə, bu yan xətt ön xəttdən çıxdığına görə, o zaman top ön xəttin yan xəttdə birləşdiyi toçkadan oyuna daxil edilməlidir. Yəni görünüş olaraq künc zərbəsi kimi görünsə də, amma bu yan xəttdən zərbədir və heç bir idman növündə olmayan bir şey. Yan xəttə birbaşa rəqibin qapısına vurulan top qol olaraq qeydə alınır. Yəni topla oynanılan bizə aid olmayan buzüstü xokkey, otüstü xokkey, lakros, florbol, korfbol, netbol, nə deyirsiniz deyim sizə, adlarını çəkim topla oynanılan. Amma heç birində çox güman ki, yan xəttdən futsal öz yerində ver özü eləsin. Heç bir şeydə yoxdur. Bir dənə handboldadır ki, yan xəttdən birbaşa qapıya vurulan qol olaraq qeydə. Amma bunun qapıdan keçmə ehtimalı faiz dərəcəsi çox cüzdür. Ona görə də heç vaxt yəni oyunçular buna cəhd etmir. Qalır bir dənə bir məsələ. Yenə rəqib topdan ən azı 3 metr kənarda durmalıdır. Amma indi qalır bir məsələ. Yan xəttdən topu oyuna daxil edən oyunçunun ayaq vəziyyəti. Yan xəttdən zərbə yerinə yetirən zaman oyunçunun bir ayağının pəncəsi ilə yan xəttin üzərində top əlindən ayrılana qədər dayanmalıdır. Yəni bir ayağının pəncəsi yan xəttin üzərində mütləq olmalıdır. İkinci ayağının pəncəsinin vəziyyəti isə sərbəstdir. Yəni o pis halda meydanın içində də ola bilər, meydanın çölündə də ola bilər, xəttin üzərində də ola bilər. Qayda deyir ki, sərbəstdir. Heç bir problem yox. 3 metr tələbi var, aydın məsələdir. Amma bir dənə bir məqam var, yoldaşlar. Məqam ondan ibarətdir ki, əgər buradan top, əgər buradan top oyuna daxil, yox, bu üzrə çəkim yuxarı.
buradan top oyuna daxil eləyirsə, bu zaman burada qalan məsafə 3 metrdən az olduğuna görə bir dənə burada bir müdafiə olunan komandanın oyunçusu, yəni qapıçı meydançasına olsa girə bilməzlər. Burada dayananda 3 metr qovurmursa, ona icazə verilir bir dənə. Amma yerdə qalan hallarda bir dənə o məcburi buradan başlama var da. Amma digər yerlərdən başlayanda uje rəqiblə top arasında minimum yəni 3 metr məsafə olmalıdır yoldaşlar. Və gəlirik sərbəst zərbələr. Sərbəst zərbə nədir? Dediyim kimi bütün qayda pozuntuları ki baş verir. Yəni bir qayda olaraq deyir ki, aşağıdakı hallarda oyun sərbəst zərbə ilə dayandırıb, sərbəst zərbə ilə də davam etdirilməlidir. Topa sahib olan komanda qaydanı pozur. Yəni topa sahib olan komanda qayda pozuntusu edir. Nə bilim, topa sahib olan komandanın topdan olan oyuncusu 3 addımdan artıq atır, qaydanı pozur. 3 saniyədən artıq özündə saxlayır, qaydanı pozur. Və bu da onun topu itirməsinə gətirib çıxarır. Aydın məsələdir, top rəqibə keçir. Və ya müdafiə olunan komanda qaydanı pozur ki, bu da hücum edən komandanın top itirilməsinə gətirib çıxarır. Yəni hər iki halda, bilmirəm bu maddə niyə bunu açıqlayır, bu aydın məsələ olan bir şeydir. Yəni hər iki halda da yenə də nə olacaq? Qayda pozulubsa, istəyir hücum eləyən pozubsa da top rəqibə keçir, müdafiə eləyən də pozubsa da top rəqibə keçir həmişə. Yəni hər dəfə də sərbəst zərbə təyin edilir və bütün sərbəst zərbələrlə birbaşa qapıya vurulan top qol olaraq qeydə alınır. Və gəlirik 7 metrlik zərbə. 7 metrlik zərbə nədir yoldaşlar? 7 metrlik zərbə handbolda futboldakı 11 metrlik o penalti deyirik rus dilində zərmə zərbəsi ilə eyni anlamdadır, eyni məntiqdədir. Amma burada bəs nə zaman 7 metrlik zərbə təyin edilir? Sualını versək, cavab belədir. Meydanın istənilən yerindən, bax fərqi yoxdur. Meydanın istənilən yerindən rəqibin 100% qol vurma imkanından məhrum edilən bütün vəziyyətlərdə qapıya 7 metrli zərbə təyin edilir. Deyə bilərsiniz ki, bu mərkəzdə necə baş verə bilər? Qapıçı çıxıb oyun oynamaq, qapı boşdur. Elə bil ki, orada qəfildən də mərkəzə yaxın nahiyədə topu mən sizdən aldım, topu qapıda boşdur, qapıya vurmaq istəyirəm axı. Tutdun məni saxladın, yıxdın yerə, qoymadın da topu vurmağa, qaydanı pozdun. Bu nə deməkdir? 100% qoldan məni məhrum edin. Harda? Mərkəz toçkada. Və yaxud da. İndi baxın. Müdafiə olunan dedik ki, qapıçı meydançasına girə bilməz. Mən tullanırdım topu qapıya vurmağa. Sən müdafiə olan oyuncu girdin qapıçı meydançağa və mənə mane oldun. Qoymadın, topu rahat vura bilmədim. Harda mane oldun mənə? Qapıçı meydançasına girib mənə mane oldun. Yəni qapıçı meydançasına aktiv şəkildə, yəni orada üstünlük əldə etdi adam. Plus da məni qol vurmadan məhrum elədi. Hə deyə bilərsən, qapıda qapıçı var, o girməyə də bilərdi işdən, o öz yerində. Amma məni 100% qol vurmadan məhrum etdi. Bu zaman düdüt 7 metrlik zərbə təyin edir. Və burada 7 metrlik zərbədə o anlayış yoxdur. Kim istəyir vura bilər. Və 7 metrlik zərbə də hakimin fiti ilə 3 saniyə ərzində icra edilməlidir. Və 7 metrlik zərbəni vuran oyuncu 7 metrlik xəttin yanına gəlir, amma o xətti taxtalaya bilməz. Və əgər o topu biraz geridən vurmaq istəyirsə, maksimum 1 metrdən uzaq olmamaq şərti ilə mövqe tuta bilər. Və handbolda hər zaman dedik ki, handbolda hər zaman 3 metr məsafə qorunur. O 7 metriyə də aiddir. Yadınızdadır, o meydanı göstərəndə qapısının qarşısında bir xətt var idi. Dedim, ön xəttlə məsafəsi 4 metrdir. 7 metrlik zərbənin icrasında qapısının 4 metr irəliyə çıxma icazəsi var. Yenə də aralarında minimum 3 metrlik məsafə qorunsun. Qapısı da o xəttə qədər çıxa bilər, amma o xətti tapdalaya bilməz. Ondan irəliyə keçə bilməz. Tamam mı? 7 metrlik zərbəni vuran oyuncu tullanaraq zərbəni icra edə bilməz. Top əlindən ayrılana qədər ən azı bir ayağı döşəmə ilə təmasda olmalıdır. Və 7 metrlik zərbənin icrası zamanı bütün oyuncular o qırıq-qırıq xəttdən arxada dayanmalıdır.
Və o qırıq-qırıq xətt bir işə yaradı. Başqa bir işi nə olacaq deyəcəm. Və bütün oyunçular, istəyir tərəfdaşı və ya rəqib, bütün oyunçular 7 metrlik zərbəni icra edən oyunçudan yenə də minimum 3 metr kənarda dayanmalıdırlar. Əgər 7 metrlik zərbəni yerinə yetirən oyunçunun və ya onun tərəfdaşlarının yerinə yetirilən zərbədən sonra top rəqibə və ya qapılara dəyməyənə qədər topla oynamaq hüquqları yoxdur. Aydın məsələdir. 7 metr zərbə yerinə yetirilərkən zərbəni yerinə yetirən oyunçunun tərəfdaşları top yerinə yetirən oyunçunun əlindən ayrılana dək 9 metrlik xəttin arxasında yerləşməlidirlər. Aydın məsələdir. 7 metrlik zərbəni yerinə yetirilərkən rəqib komandanın oyunçuları həmçinin top zərbəni yerinə yetirən oyunçunun əlindən ayrılana dək təkcə 9 metrlik xəttin arxasında deyil, 7 metrlik xəttdən 3 metrdən az olmayan məsafədə də yerləşməlidir. Yerləşməsə, əks halda əgər top qapıya girməzsə 7 metrlik zərbə təkrar ediləcək. Yəni 3 metrəni qorumalıdır. Əgər qapıçı top zərbəni yerinə yetirən oyunçunun əlindən ayrılana dək qapıçının qapıdan çıxışını məhdudlaşdırılan xətti keçərsə, söhbət 4 metrlik xəttdən keçir. O halda əgər top qapıya girməzsə 7 metrlik zərbə təkrar ediləcək. Yox, qapıya girəcəksə, yəni qol olaraq qeydə alınacaq. Və gələk bu sərbəst atma xəttindən bir balaca məlumat verək ki, bu sərbəst atma xətti bir işi 7 metrlik zərbədə ortaya çıxdı. Və bu qırıq-qırıq xəttdən gedir söhbət. Bu nə üçündür? Bunun əsas funksiyası nə üçün? Bunun əsas funksiyası onun üçündür ki, bu arada qapı dirəyindən buraya qədər olan məsafə 6 metrdir. Amma qapı dirəyindən qırıq-qırıq xəttə qədər məsafə çəksən 9 metrdir. Bir dənə fikir verin ki, bu iki xətt arasında məsafə yenə 3 metrdir. Bu 3 metrənin yenə də ortada bir məsələsi var. Bax, məsələnin kökü bu 3 metrə söhbətindən idi. Deyək ki, burada bir tən ortada qayda pozuntusu baş verib. Amma bu qayda pozuntusu rəqibi 100% qol vurmaqdan məhrum etməyib. Rəqibi 100% qol vurmaqdan məhrum etməyib. Deməli, adi sərbəst zərbə təyin ediləcək. Tamam. Və həndbolda da sərbəst zərbələr hardan baş vermişdisə, həmin toçkadan oyuna daxil edilməli idi. Hazırda buradan topu oyuna daxil eləsək, buradan daxil eləyə bilmirik. Niyə? Çünki bu qapıçı meydançasına heç kim girə bilməz. Burada da tən ortasındasa deyək ki, metr yarım məsafə qalıb da burada. 1,5 metr məsafə qalıb. Qapıçı meydançasına heç kim girə bilməz və digər qayda da deyir ki, sərbəst zərbələrin icrasında rəqib topdan ən azı 3 metr kənarda dayanmalıdır. Bax, bunu təmin etmək üçün qayda pozuntusu burada baş veribsə, o zaman onun hizasına uyğun top bu 9 metrlik xəttin arxasına çəkilir ki, bu zaman rəqib oyunçular gedib bu xəttin yanında dayandıqda, rəqib oyunçular gedib bu xəttin yanında dayandıqda yenə də bu rəqiblə, yəni topla rəqib oyunçular arasında yenə də ən azı 3 metrlik məsafə qorunmuş olsun. Bax, bu sərbəst atma xəttinin funksiyası bir dənə bundan ibarətdir ki, əgər bu sərbəst atma xətti ilə qapıçı meydançasının xətti arasında və bu sahədə bir qayda pozuntusu baş verərsə müdafiə olunan komanda tərəfindən və bu qayda pozuntusu 7 metrlik zərbə ilə nəticələnməyibsə, o sərbəst atma ilə nəticələnibsə, o zaman qayda pozuntusu harda baş veribsə, onun hizasına uyğun 9 metrlik xəttin arxasına çəkilir yoldaşlar. Bax, bu sərbəst atma xəttinin oyun zamanı olan əsas funksiyası bu idi. İkinci funksiyası isə 7 metrlik zərbələrin icrasında bütün oyunçuların 9 metrlik xəttdən arxada çöldə dayanmasını təmin etmək məqsədi daşıyırdı yoldaşlar. Gələk hakimlərdən danışaq. Həndbolda meydanda fitlə oyunu idarə edən iki hakim var və onlar amma burada bir dənə eyni hüquqa malik iki hakimdir bunlar. Yəni burada baş hakim, köməkçi hakim anlayışı olmur. Bunlar ikisi də eyni hüquqa malikdir. Kimsə qərar verdisə, qayda pozuntusunu qeydə aldısa və s. qurtardı. Yəni digər hakimin ona belə də müzakirə edərək hökm etmək səlahiyyəti yoxdur.
Necə ki, futbolda amma son qərar baş hakimindir. Köməkçi hakimlər var, hakimlər ona nələrsə desələr də axırda son qərar verən şəxs odur. Amma burada bunlar sərbəstdirlər hər biri qərar verməyə. Və oyunun keçirilməsində də onlara katib və saniyə ölçən hakim köməklik edir. Katibi başa düşdük, bu bütün yazı pozu işlərinə baxacaq. Bu saniyə ölçən hakim kimə lazım idi ki? Çünki handbolda əsas təmiz vaxt anlayışı yoxdur axı. Hə, bu saniyə ölçən hakim indi görün nəyə lazım olacaq. İndi gəlirik handbolda cəzalara. Handbolda bir oyunçu bir oyunçuya bir dəfədən artıq xəbərdarlıq verilə bilməz. Xəbərdarlıq alan oyuncuya növbəti dəfə artıq cəza tətbiq edilir. Bir komandanın isə toplamda bütövlükdə 3 dəfədən artıq bir komanda xəbərdarlıq ala bilməz. Bundan sonra mümkün cəza tədbirləri ən azı deyir ki, 2 dəqiqəlik kənarlaşdırma olmalıdır. Yəni, burada belə bir məhfum yaranır. Tutaq ki, burada ekranda gördüyümü deyirəm. Tutaq ki, Ramiz müəllim qaydanı pozdu, Hilal xanım qaydanı. Biz bir komandada oynayırıq. Hilal xanım qaydanı pozdu, Elnur müəllim qaydanı pozdu. Biz bir komandayıq. Siz üçünüz nəsə etmişsiniz. Hakim sizə xəbərdarlıq edib. Dördüncü dəfə mən pozdum qaydanı. Daha mənə xəbərdarlıq eləmir. Bu şey mənə məcburi atır 2 dəqiqəlik bayıra. Bu nə deməkdir? Bu o deməkdir ki, komanda olaraq biz qayda pozmağa meyllənmişik. Sən bir qayda pozdun, tutdun, saxladın bilərəkdən, nə bilim, sənə bir dənə. Bu arada xəbərdarlıq həmişə sarı kart göstərməklə elan edilir. Şifahi xəbərdarlıq da ola bilir. Bəzən. O baxır da indi qayda pozuntusuna, onun şiddətinə və s. və əlavə. Yəni, yəni bir komandanın 3 nəfəri bu anlama gəlir də bu. Bir nəfər 3 nəfər xəbərdarlıq alıbsa komandamızın oyuncusu, dördüncü pozursa bu deməkdir ki, bizim şey dördüncü oyuncumuz şeyə gedir, qayda pozuntusuna gedir də yəni. 2 dəqiqəlik zaman cəzası verilir. 2 dəqiqəlik zaman cəzası alan oyuncu, onlar üçün xüsusi bir yer ayrılır. Bax, meydan olaraq meydanda göstərilir. Sizə göstərim, arxada kölgə şəklində oturacaqda otururlar. Onlar üçün xüsusi bir yer ayrılır. 2 dəqiqəlik zaman cəzası alan oyuncu yallah gedir oturur orada. Gedir oturur orada. Və həmin vaxt komandası 2 dəqiqə azlıqda oynayır. Bax, o xronometrajçı hakim o oyuncu üçün vaxt asır. Xronometrajçı oyuncu hakimin işi çətindir. Birdən ola bilər 20 saniyədən sonra daha bir oyuncu getdi. Onun üçün ayrıca açmalıdır. Bu səfər rəqibdən bir oyuncu getdi. Bu səfər onun üçün də ayrıca vaxt aşmalıdır bunlara. Yəni, hamısı üçün bunu etməlidir. Ona görə xronometrajçı hakimin burada işi biraz çətin ola bilir. Düzdür, bu şeylərlə hesablanır. Yəni, orada düymələr var, düymələri basmaqla, yəni, bunlar nəzarət edilir. Və 2 dəqiqə bitdi. Ondan sonra həmin oyuncu meydana qayıtmalıdır. Yəni, 2 dəqiqə bitəndən sonra daha deyək məşqçi, yəni o qalsın da orada, sən gəl otur bura, o biri soxsun oyuna, anlayış yoxdur. O meydana qayıtmalıdır, ondan sonra əvəz etməyə gedib çölə çıxa bilər, özü bilər. Bir oyuncu ikinci dəfə, bir oyuncu bir dəfə zaman cəzası alıb, növbət dəfə ona verilən cəza yenidən 2 dəqiqəlik zaman cəzasıdır. Yenə getdi ora komanda ona görə 2 dəqiqə azlıqda oynadı, qayıtdı oyuna. Növbət dəfə yenə ona veriləcək cəza yenə 2 dəqiqəlik zaman cəzasıdır. Amma bir oyuncu üçüncü zaman cəzasını aldıqda daha o oturulan yerə getmir. Hakim onun dalıca bir dənə qırmızı kart göstərib, onu birbaşa göndərir ki, sənə yaxşı ol, Aspetrol yaxşı ol. Sən getdin. Daha həmin oyuncu oyunda iştirak hüququnu itirir. Amma komanda yenə 2 dəqiqə azlıqda oynayır. 2 dəqiqə bitdikdən sonra hakimlərin icazəsi ilə ehtiyatdan bir oyuncu oyuna girir yoldaşlar. Yəni bir oyuncu 3 dəfə zaman cəzası alarsa artıq oyunda iştirak hüququnu itirir. Və bir oyuncuya hakim bir dəfə sarı kart verir. Yəni xəbərdarlığı bir dəfə eləyə bilər demişəm. Amma üçüncü zaman cəzasını aldıqda
Dediyim kimi, onun arxasınca qırmızı kart göstərir. Və işarə ilə də istiqaməti bildirir ki, sən daha ora yox, bu tərəfə. Ola bilər ki, oyunçu 3 zaman cəzası almadan da qırmızı kartdan oyundan qovular. Baxır da yenə deyirəm də o qayda pozuntusu məsələsinə dava düşə bilər və sair və ilaxır. Heç bir dəfə də olsun hələ bu adam qayda pozmuyor. Heç sarı vərəqə də bu oyunçuya verməyiblər. Oyunda bir oyunçu ilə rəqiblə nə mübahisəsi düşdü, bir girdilər bir-birinə və sair və ilaxır. Yəni bu o deməkdir ki, birbaşa da qırmızı verib onu ata bilər bu ayrı. Baxın bu qayda pozuntusu məsələsinə o artıq hakimliyə aid məsələdir. Amma siz bir dənə də başqa rəngli kart görürsünüz burada. Göy rəngli kart görürsünüz burada. Göy rəngli kart nədir? Deməli, qırmızı kart alan oyunçu aydın məsələdir ki, bildik ki, oyunda iştirak hüququnu itirir. Amma oyunçu növbəti oyunda komandasında yenə də komandasının heyətində oyuna çıxacaq, oyunu oynayacaq. Yəni heç bir oyun cəzası buraxmayacaq. Amma bu göy kart oyuncuya çıxırsa, bu o deməkdir ki, yəni hakim həmişə qırmızı verəndə bunu qovur da elə bir şiddətli bir şeydir ki, qırmızının böyrünə mavi ilə qoyub ikisini bir yerdə göstərir. Bu anlama gəlir ki, qırmızı kart səni oyundan atır bayıra. Bu heç. Göy kart odur ki, məşqçiyə də, bütün oyuncuya da hamı bilir ki, azarkeş demir ki, artıq hakim xüsusi protokol, yəni protokolda yəni o oyuncu haqqında bir raport yazacaq. Normal şərtlərdə göy kart alan bir oyunçu növbəti bir oyunu buraxır. Normal şərtlərdə. Amma bilirsiniz də hər bir yarışı keçirən təşkilatda Nizam-İntisam Komitəsi olur. Həmin Nizam-İntisam Komitəsi oyunçunu ola bilər ki, şiddətinə görə bir yox, bir neçə oyun cərimə, yəni cəzasını artıra bilər, pul cəriməsi tətbiq edə bilər və yaxud o hakimə qarşı bir şiddət göstərərsə onu ömürlük idmandan uzaqlaşdıra bilər və s. və əla. Yəni göy kartın anlamı bu idi. Və burada da deyir ki, oyunda 2 dəqiqəlik kənarlaşdırılan oyuncuya artıq xəbərdarlıq verilə bilməz. Yəni bu anlama gəlir ki, xəbərdarlıqdan sonra zaman cəzası zaten tətbiq olunur. Zaman cəzasından sonra təzədən nə xəbərdarlığı? Yəni birinci xəbərdarlıq verməlisən, sonra cəza tətbiq etməlisən. Bir də bir komandanın rəsmi şəxsləri birlikdə bir dəfədən artıq xəbərdarlıq ala bilməz. Orada da onlara cəzalar tətbiq edilir. Və mibdə düşən bir sualı deyim sizə vaxtı ilə və bu çox belə yəni qəbul ediləcək sual deyildi. Niyə? Çünki bu MIT səviyyəsində yox, hakimlik səviyyəsində düşən sualdır. Sual bundan ibarət idi ki, əgər təzə zaman cəzası alan bir oyuncu gedib onun üçün ayrılmış xüsusi yerdə oturur. Oyun yenidən başlamayana qədər, oyun hələ başlamır. Həmin yerdə qeyri-idmançı davranışını göstərərsə, oyun başlamamış amma başlasa artıq daha cəza tətbiq edilmir. Yəni oyun başlamamış. Qeyri-idmançı davranışında bir şey edərsə, hakim onu yenidən 2 dəqiqəlik zaman cəzası ilə cəzalaya bilər. Bu zaman artıq bu adamın cəzası ard-arda 4 dəqiqəyə gedir. Deyək ki, o adam ikinci cəzanı alıb gəlib oturmuşdu orada. Orada da nəsə elədi, top başlamamış. Hakimlər üçüncünü verir ona. Və elə ona deyirlər, ona qırmızı kart göstərir, deyir ki, dur ayağa sən getdin, sən daha orada oturmaq hüququn belə yox. Yəni, belə bir sual düşmüşdü. Ümumiyyətlə, yoldaşlar, həndbola aid düşən suallar, həndbola aid düşən suallar. Biraz həcm baxımından böyük. Niyə? Çünki bu yadınızdadır, məsələn, oyunun əvvəlində var, topla icazə verilir, topla icazə verilmir. Burada cümlələr biraz böyük şəkildə olduğuna görə bəzən olub ki, məsələn, həndbolda sual düşür, qardaş, sualın özü də böyükdür, onun cavabı da bir 200 sətirdən ibarətdir. Belə bir şeylər olur. Yəni,
Ümid edirəm ki, handbol haqqında e, yaddan çıxan bir məsələ olmadı, yoldaşlar. İndi sualı olanlar buyursun. Ya Allah bir-bir. Azər qardaş buyur. Müəllim, 7 metrlik bu sərbəst zərbədə qapıdan qayıdan topun təkrar qapıya digər oyunçu tərəfindən zərbəsi var. Digər oyunçuların var. Amma Amma atan həmin oyunçunun yox, sərbəst yenə də burada da bəli, hə, atan oyunçuda yenə də bu şey olur. Bilirsinizdə necədir? Bax, basketbolda da atan oyunçu dəyib qaydana icazə verilmir. Yəni bu bütün idman növlərində biləsiniz ki, belədir. Çünki niyə? O şey əl dəyişdirmədi də o. Amma dirəyə dəyib qayıdan topu digər komanda yoldaşı, yəni fürsət düşüb əlinə götürüb yenidən qapıya vura bilər. Ay, müəllim, çox sağ ol. Təşəkkür. Rüzgar xanım. Müəllim, dedik ki, bu oyunda elə bir mən tutaq ki, qapıya qol vurdum da, o yenidən o dairəvi yerdən başlayır oyun yoxsa Bəli, bəli, bəli. Yenidən ilkin zərbə ilə oyun davam etdirilir. oldu müəllim, sağ ol. Sağ olun. Sonra Emin Zülfəliyev. Hüseyin müəllim axşamınız xeyir. Axşamınız xeyir. Hüseyin müəllim bu qapıçı zədələnərsə oyunçu ilə qapıçı dəyişikliyi ola bilər. Müəllim, Bəli. o zaman olacaq ki, bəli, yenə deyirəm, bu futbolda da var, amma heç bir professional komandalarda, yəni onsuz ehtiyat qapısı olur. Hə, ehtiyat qapısı da yoxdursa, Ləzi ehtiyat qapısı zədələnibsə. da, hə, zədələnibsə o zaman bir şey qalır, bir şərt var orada da. O mayka dəyişilməlidir. Hakimlərə də bildirilməlidir ki, bu adamı qapısı elədik. Necə futbolda da bu belədir, futsalda da bu var, amma yenə də hakimlər xəbərdarlıq, yəni hakimə məlumat verilməlidir bu haqda. Amma bir üstə onu yenə deyirəm, köynəyi necəsə yenə də dəyişməlidir. Fərqli rəngdə olmalıdır. Necəsə. Bəs qapıçı əvəz etmə zonasından dəyişiklik eləyir, yoxsa qapı xəttinin arxasında dəyişiklik eləyə bilər yəni. Əvəz etmə bir dənə zona var, hamı oradan dəyişdirilir. Biz hücuma Aydın. çıxırıq, biz hücuma çıxırıq. Top bizdədir. Məsələn, qapıçı qaça-qaça gəlib oradan çıxır, başqa bir oyunçu girir və 7 nəfərlə, 7 oyunçu ilə hücuma gedir. Hə, Aydındır. qol vurduq. Rəqib tez topu başlamaq istəyir. Uspet eləyəndə gecikdiksə o bizim problem, o bizim problemdir. Bəs Yəni biz oyunçu gecikə nömrələnməsi bilərik. necə var? Necə? Oyunçuların nömrələnməsi necə? Bu standart Burada elə bir şeyə rast gəlməmişəm. Emin neçədən neçə aralı qədər olmalı. Adətən bu 2 rəqəmli olacaq da, yəni 3 rəqəmli bir şey olmur. Bəs oyun zamanı top hakimə dəydisə nə olur? Dedim axı ki, oyunda olan top hakimə dəyirsə, oyun davam etdirilir. Sözə dedim diqqətlə, oyunda olan top. Bu o deməkdir ki, hakim də meydandadır. Hakim yox, meydandan çöldədirsə top ona dəyərsə, əlbəttə bu top çıxmış sayılır. Aydındır müəllim. Bir də sonuncu sual. Bu mübahisəli top nə zamanlar olur? Yəni olurmu? Ümumiyyətlə Burada olur, mübahisəli top olmur. olmur. Yox, burada mübahisəli top olmur. Tamam. Çox sağ olun. Təşəkkür ederim. Sağ ol. Elnur. Anar müəllim, siz de, hə Elnur buyur. Buradakı yəni handbolda olan qayda qanun, amma qızların oyununa da aiddir. Yəni bütün qaydalar Nəyin? yoxsa onlarda buradakı yəni qaydalar da yəni qızların oyunlarına da aiddir. Yoxsa elə ancaq yəni Yox, kişilərin fərqi komandası. yoxdur. Burada hamısıdır. Qız, qadın, kişi fərqi yoxdur. Qayda eynidir ki. Aha. Ha burada yəni voleybola məsələn deyim də bir dənə topun çəkisində, o ölçüsündə fərq var. Başqa bir şeydə heç bir şeydə fərq yoxdur. Yəni oyunun vaxtı da eyni vaxtdadır və sair və Allah. Hı hı. Sağ ol. Bilal, Tamam. Komanda zərbəni endirdi, qapıda topu qaytardı. biraz möhkəm danış da Topu eşidəmirəm. səsin gəlir indi. Hə, Demək zərbə endirildi qapıya. Müəllim. hə. Qapıda topu qaytardı. Adi oyun epizodunda deyirsən də bunu. Hücum zərbəsidir. Yox, komanda hücum edir. Hə də adi oyun zamanı Bəli, qapıya bəli, bəli. zərbə vurulur. Aha. Bəli, qapıcı topu qaytaranda top ya Aha. hücum edən komandadan kiminsə, ya da elə müdafiə olunan komandanın hansı oyunçunun bədəninə dəydi, girdi qapıya, qol sayılır, yoxdur.
Bəli, qolda axı dedim axı ki, qapıçının bir dənə ehtiyatsız hərəkəti istisna olmaqla istənilən bir komandanın öz qapısına atdığı, itələdiyi, neynədiyi top rəqibin xeyrinə olaraq sayılır. Ayağına da dəyibdirsə, Hə, çünki o top ona случайно dəyib. Çünki o ayaqla oynasa başqa məsələ, ayaqla hə, topa bilərəkdən oynasa bu qayda pozuntusudur. Yəni dizdən aşağı hissi ilə. Amma top случайно ayağa dəyəndə dedikdə ki, bildim müəllim çox. sağ ol. İlaham. Müəllim, salam bir daha. Müəllim, bu 2 dəqiqəlik zaman var gözləmək. O bütün Bəli. qayda pozuntularına aiddir. Bütün qayda pozuntuları deyəndə yox. Yəni 3 addımı pozmuşam, 3 saniyəm pozmuşam, nə bilim, passiv oyun söhbətidir. Yox. O, deyək də, yəni fiziki təmasla olan qayda pozuntularında tətbiq edilir. Tutmaq, vurmaq, yıxmaq, itələmək və s. və ilaxır. Bu Topu əldən qayda almaqdır da, yəni. hə də hə topun yəni yenə belə bir şeylərdə də amma o şey də yəni belə adi qayda pozuntuları foul da belə foul deyək ki özümüz üçün aid eləyək. Foul deyilsə, yəni orada oyunçuya bir cəza tətbiq edilmir də cəza o ki top rəqibə verilir. Yəni mən nə Başa bilim 3 addımdan artıq atdım, 3 saniyədən artıq saxladım. Uzanmış vəziyyətdə düzgün etmədim, ayağımın biri dedim döşəmə ilə təmasda olmalıdır və yaxud qapıçı meydançasının xətti var idi. Aha, tapdalama. Tullanaraq onu tapdalaya bilməzdim. Tapdalayıram onu. Oyunda 50 dəfə tapdalayıb hər dəfə hakim qolu qeydə almayıb qapıçı zərbəsi təyin edir. Buna görə də mənə bir cəza tətbiqi yox. Cəza ancaq foul tipli qayda pozuntularıdır. Hə, başa düşdüm. Çox sağ ol. Sağ olun. Samir Hacılı. Bundan sonra Anar mənim söz sizdə. Müəllim, bir dənə o taymatlarda mən ilişdim qaldım. Orada məsələ nədir? Time-outda Düzülsə, deyirik ki, qardaş, hər hissədə bildim, bildim müəllim. Orada məsələ nə idi mən istəyirəm. Siz beynəlxalq yarışlarda 3 dənə verilir. Bizə əsas 2 dənə sizin yazdığınız formada götürək də, yəni biz o beynəlxalqa qatmayaq da onu. indi belə deyək də, yox, belə deyək də, mübahisəli sual düşməyəcək. Sən mikrofonu bağla. Buyurun. Çünki sənin səsində mənim səsim, yəni el səsimi təkrar faktoru eşidirəm. Bilmirəm nə ilə qoşulursan, naşıqsan. Deməli, e, sual heç vaxtı məsələn 2020-dən bu tərəfə, pandemiyadan bu tərəfə mübahisə yaradacaq bir sual biz görmürük. Açıq deyirəm. Yəni bu handbolda time-out neçə dəyərdir sualını heç vaxt sizə verməzlər. Çünki niyə burada bir mübahisə məsələsi var. Amma biri var, desəz edə bilər ki, bir handbol oyununda beynəlxalq yarış sözü keçsin, keçməsin. Bir komanda maksimum neçə time-out götürə bilər, hə onda 3 deyə bilərik. Amma yenə deyirəm də bu tipdə inanma ki, sizə sual gəlsin. Çünki mübahisə predmeti olanlarda sual gəlmir. Amma şeydən düşüb, məsələn, 300 basketbolunda hər komanda neçə time-out haqqı verilir deyə bir sual düşüb miqdə. Çünki orada net olaraq bilir ki, bu bir dənədir. Hara fırlasan bir dənədir deyənə. Yəni bu da. Amma bu da ola bilər ki, yeniləyən bu məsələdir. Anar müəllim, buyurun. Hüseyn müəllim, o 7 metrlik cərimə zərbəsində qapı qaytarsa da davafqa eləmək olar, yoxsa ancaq dirəyə dəyib qaydanda davafqa? Yox, qapıçı qaytarsa, həmin oyunçu top çölə çıxandan sonra götürüb oynaya bilir də futboldakı tema. Qapıçıdan qayıtsasa o topu oynaya bilir. Amma dirəyə dəyib qayıdan topa o yox, komanda yoldaşları oynaya bilir də. Futbolda bildiyimiz o məsələlər. Qapıdan qaydanda da yenə komanda yoldaşı oynaya bilməz. Ha, yox, bilər. Qapıdan qaydanda zərbəni vuran da komanda yoldaşı da oynaya bilir. Amma top dirəkdən qaydırsa, ancaq komanda yoldaşları oynaya bilər o topa. Başa düşdüm. Çox sağ olun. Başqa sual varmı? Abbas, müəllim, buyurun qardaş. Sağ ol müəllim. Kim Axşam çıxmaq xeyir. istəyirsə, axşamı seyir. Kim çıxmaq istəyirsə, müəllim çıxa bilər. Narahat olmayın. Buyurun. Müəllim, mavi kartı dediniz ki, bir oyunluq cəza verilir. O minimum bir Bu oyundur, yoxsa minimum bir belirli- oyundur dedim. Minimum bir oyundur. Bir oyunu buraxacaq. Amma bilirsən də, məsələn, sən futboldan belə bir deyim də, bir dəfə Pepe yerdə Realda oynayanda kimisə başına təpik vurmuşdu. Xatırlayırsan o epizodu? Bəli, bəli. Ha, neçə oyun cəzaladılar onu? 10 oyun. İndiyə kimi xatırlayıram. 10 oyun cəzaladılar onu.
Ama normalda futbolda da bir qırmızı kart növbəti bir oyunu buraxır da. Amma hər bir yarışda nizam-intizam komitəsi olur. Yəni oyunçuların bu qeyri davranışlarında, idmançı yaraşma davranışlarında ona qiymətləndirirlər. Normalda bir oyundur. Burada da mavi kart çıxsa normalda bir oyundur. Amma ola bilər ki, o qaydanın şiddətinə görə Nizam-İntizam Komitəsi başqa qərarlar da verə bilər. Bu elə bir belə deyim də bunu başa düşmək üçün yəni deyirəm. Əslində heç miqdə inanmayın, isə belə bir söz çəkib mavi kart alan növbət oyunu buraxır, buraxmır. Bu miq aidiyyatı yoxdur. Yəni bu hakimliyə, handbolun hakimliyinə aid olan professional səviyyədə bir məsələdir. Sadəcə olaraq indi biz də bu kartı görürük deyə heç olmasa bilməliyik də ki, bu kart nədir özü, nə üçün verilir. Başa düşdüm. Bir də müəllim, demək qapıya zərbə vurur hücum edən komanda. İkisi də Top bilimsel. qapıdan qayıdır, düşür qapıçı meydançasına. Onda Vəssalam, müdafiə o topa heç kim toxuna bilməz. Qapçı toxuna görür ki, top qapçı meydançasında lirlənmir. Özünü heç tələsdirmir. Əgər hesabda irəlidədirlərsə özünü tələsdirmir. Durur, arxain şəkildə gəlir, əyilir, topu yavaşcana götürür, başlayır oynatır. Başa Çünki düşdüm, oldu. o meydanda yenə deyirəm, qapçı meydançasında handbolda bilməmiş, o meydanda qapçıdan başqa o meydanda olan topa heç kim toxuna bilməz. Rəqiblər həmişə və ya müdafiə olan komandanın oyunçusu da ola bilsin ki, müdafiə olan komandanın oyunçusu da ona toxuna bilmir. O da gözləyir ki, top gəlsin oradan tamamən çıxsın, sonra topu götürüb oyuna davam eləsin. Bəs səhvən ayağını içəri ata bilər də məsələn saxlaya bilməsin, girsin içəri. Passiv şəkildə bəli. Bəli. Passiv şəkildə bəli. Amma o öz belə deyim də qapçı meydançasına girib üstünlük əldə edirsə, bu qayda pozuntusudur. Amma oyundur da sağa sola gedəndə mən eləyirəm, yəni ayağım xətti taftaladı, lap ayağım öz qapçı meydançamıza girdi, amma heç top mən tərəfdə deyil, top o tərəfdədir. Yəni amma topla olan oyunçu mənim qarşımdadırsa, mən öz meydançama girərək ona nəsə müdaxilə edirəmsə, bu qayda pozuntusudur. Yəni buna deyilir ki, üstünlük əldə edirəm də. Yəni aktiv fəaliyyətim var ora girərək, rəqibə qarşı aktiv bir fəaliyyətim var. Üstünlük əldə edirəm. Üstünlük əldə eləməmişəmsə, yəni topsuz vəziyyətdə yəni bir problemi yoxdur. Bir Və ya də hücum eləyən oyunçu da topsuz şəkildə qəfildən müvazinətini az itirdi, ayağı girdi ora, girdi da. Yəni o top onun əlində deyilsə heç bir problem yox. Buyurun. Bir sual da vereyim, sonuncu sualımı. Demək bu 2 dəqiqə cəza verilir. Bəzi oyunlarda var ki, məsələn qol buraxandan sonra o cəza ləğv olur. Burada ləğv olmur ki, sona qədər. Yo, 10 futzalda danışılır. Burada söhbət yox. Oldu Burada da. komanda 2 dəqiqə azlıqda oynamaq məcburidir. Oldu. Başqa sual olan? Hüseyn Bəli. müəllim, üzr istəyirəm. Voleybolda idmançı nömrələnməsi nə qədər idi? 1-dən 20 idi voleybolda. Hə. Amma bəzi beynəlxalq yarışlarda, yəni komandalar xahiş eləyəndə onların xahişini nəzərə alırlar. Məsələn də belə deyim də, bilirsiniz də bəzi klublar var ki, orada nömrəni müqəddəsləşdirirlər kiməsə görə, daha o nömrəni heç kimə vermirlər. Belə bir deyim şeylər var. Yəni o nömrə bilir. İndi qaydalar yazılır, amma adətən bizdə necə olur bu? Milli komandalarda buna riayət eləyirlər. Yəni o nömrələri. Amma klublar arasında baxacaqsınız, heç orada görərsiniz. 30 neçə, 50 neçə nömrələr də görərsiniz. Yəni klublarda bu o qədər də əhəmiyyət daşımır. Anladım. Çox sağ olun. Başqa sualı olan, sözü olan? Yoxdursa onda mən video zapisi söndürüm. Var mı sualı olan? Onda mən video zapisi söndürürəm.